özansı. Bağımız birinin yanındaydı. Geldi benim yanıma koşu geldi bana Vahid. Gel Vahid. Sonra duvar vardı ben dedi ya da bu nedir? Zad olmasa, merdimazar olmasa bak çəpərin neyini? Ben de sonra taşları üzdüm. Şekilimiz var bizim, ben aşağıda oturmuşum, o ayakçı diyanıp. O da var negası bir de onun negası var burada. Bu çekir, sigareti çekir, turufkasını. Böyle işleyir gözanla. Gözanla işleyende ot düşürürler, külek buradan vurur, dala düşür ot. Dal başlayır yanmaya, ot kuruyor. Birden böyle ölür, böyle ölür, vay, Abşeron'u yandırdım. Ay uşaqlar, ay Meryemcan yoldaşım. Uşaqlar yığışırlar, hamısı bedriyle, qatırla, sögürlə, söndürürlər. Söndürəndən sonra ne olur? Deyir ana, vay atonlandır. Əgərdir, Cavadın uşaqları olmasaydı, bütün deyir Abşeron'u yandırmışdım. Vişnovka'da onların içində. Cavad da Allah ömür versin. Elə böyük məsələdir ki, bax. Bax, burada da görürsünüz Vahid, bu Cənubi Azərbaycan, Ali zad vardı, Minayi. Bu Həmid Məmmədzadə, bax onu tanıyır. Bəli, bu Qafar müəllimdir. Burada bunlar da Həmid budur deyirsən. Həmid Məmmədzadə. Buradakı bizim Azərbaycan, Şimali Azərbaycan, bu da Vahid burada. Vahidi çox adamlarla çizmişəm mən. Bu da Qəzənfər Əliyevdir. Arxitektorla söyləsin, öyle var. Cavad da, halal olsun valla, belə şəkilləri siz saxlayırsınız. Cavad da, bəs bu nədir? Bunda bir çalıb eləyirsiniz? Onu mən beyaz söhbət elədim onun üçün. Onu mən Sülükənizatda, Daşkənddə gördüm, tansiyonu da açılıb, aldım onu 35 manata. Çıxdım, geldim, dedilər mənə ki, uşaqlar qırıqları bu yanın için. Bu neyini bunu alıb axı? Nədir? Vastoçinudur da. Elədir, bizim öz... Elədir, bizə yaxın qalıb da. Deyir, onlar, bizimkilər də çala bilərlər bunu, çox yaxşı çalır. Elədir. Özü də bilirsiniz, bundan orada yoxdur. 250 yaşı var onun. Yox, Allah'ım. Qoca kişilər dedilər ki, ustasındır dedilər mənə kimdir. Bax, bu cürə. Cavad da, bəli. Bu da Nərimanov çək. Nərimanov çəkməmişsiniz? Deyir, son 7-ci ildə mən Nərimanovu şəkilini çəkmişim, bax orada. Haradadır? Bir de bax. Bax, burada çəkmişəm. 22-ci ildə. Burada, bax, qulaq asın bura, deyim süzübsə. Hani yox, bir de burada. Bak bu Kaspi çapxanasıdır. Kaspi çapxanası. Sonra onu 20-ci ilin ahırlarında söktülər. Akademi Nauk Kaspi. Və sökürlər burada. Çəkdim. Ondan sonra bu akademide o vaxtı çəkmişəm. Sonra tikildi da. Bağ salındı. Bax Sabir bağı. Bir de hani o. Sabir bağı. Bax burada. Bax bu. Burada Həmzə Zeynallı, Molla Nəsrəddin Mirzə Cəlil, Dadaş Vinadzadə, Həbib Cabiyo burada. Sonra Simurq, Tağı Şahbazı, Doktor burada. Sonra Evzat, Ordu Badi, 22-ci il Hop-Hopnamədə çıxdı. Nəriman özü apardı Hop-Hopnaməyə verdi. Çıxıb icadda Hop-Hopnamədə əskərib bana. Bu da ki Sultan Mecid Qənizadə. Sultan Mecid Qənizadə. Cavad bəy, halal olsun valla, bu canlı tarihdir ki. Burada da, görürsünüz, ortalıqda kimdir? Karayoldur. Okuyabilirsən bunu. Musavat zamanında Bolşevik qəzetində işləyənlər. Gördün, bunu mən çəkməmişəm. Siz çəkməmişsiniz. Bu qızıl qələm adındadır. Aydındır. Cavad bəy, halal olsun valla, belə şəkilləri saxlayırsınız. Bu hamısı canlı tarihdir. Bu da mənim anamdır. Allah rəhmət edin. Anamın da bax məqalələri burada 11-ci ildə, mənim 2 yaşım olub. Hüquq-u Müslümə Nəsil. Həlimə Xatın Axundzadə Bakili. Ananızdır demək. Anamdır. Belədir, bax. Qurbansan yaşayasınız. İndi buradakı belə... Cavad bəy, başarılar qıvraqsız deyirəm. Bu cavanlar zatlar gələndə bunlara baxsınlar, eləsinlər, bir təcrübələr onları öyrədin. Lazım deyil, İndi mən bir daha söz deyəcəm. Bax, bunlar negativlərdir. Orada negativ var. Başlı bir 500 əcəm negativdir. Hamısı burada.
Bax, bunlar polnu negativlərdir. Bunları mən indi görürsən harada yaşayıram. Mən yaxşı görməmişəm ömrümdə. Necə deyim? O vaxtı revolüsyon vaxtında Padvalda, ondan sonra çıxmışam bu hərbi məktəb. Bax, hərbi məktəb. Bax, İsmail Axundov, Bağır Əmin, görürsünüz? Bu mən, voyenli məktəb. Bu da oturmuşam, bax burada. Burada da bir də var gənə mənim hərbi məktəb paltarımdır. Bax bu, bir də bu. Bu mənim birinci çinkografidə işlədim. Bəyə danışdınız. Vahid orada işləyirdi. İki test işləyirdi. Biri oxuyur, biri proverse edir, sonra o bursu. O cürə qalıb alıb, beləncə. İndi mənə nə lazımdır? Bax, Leningradda olmuşam, yaxşı fotoğrafla, korrespondentlərin, voyenli korrespondent, öyləni aparıblar məni. Moskvada, Xarkovda, Kiyevdə, Minskdə, Uralda, bunlarda olmuşam mən. Hər fotoğrafı öyündən başqa bir dənə ayrı otaq veriblər. Orada o elədiklərini... Bana bir kərəm Qarabağda şəkil çəkirdik, Qarabağda. Mirzə müəllim bilir, Zad bilir, adı nədir onun, Nəbi Xəziri, bütün yazıcılar hamısı oradaydı. Mən olan spesiali girmişdim. Dedim, Zad, adı nədir, Məmməd Rahim, mənim kimi çəkmə, çəkmə mənim kimi. Dedim ki, bax, nə inirsən elə çəkəcəyəm. Sizi gələcəyə mən tanıtdıracağım. Yazı ilə tanımayacaqlar, şükürüz ilə tanıyacağım. Sənin şükürü bax, saldım sən bu aparatın içini, sənin özünü. Dinləndi bu biraz, bildin? Məndə negativlər var. Nəbi Xədri cavan oğlan, Bəxtiyar, əyağlan çırmada şah budağında. Sonra Abbaszadə, Hüseyin Abbaszadə, Nehdi Hüseyin. Gilası belə yiyirlər. Ağacı da dərmirlər. İndi buna bax, bunu tanıyırsan, heç yerdə tapmışsan. Mehdizadə. Mehdizadə. Bunu Pasifə göndərim, neynə göndərir sonra, gəldi mənim ötüşdü, qaldı məndə. Bax bu da Səttarı Doğu Tələbdə çəkmişəm, Şüşədə. Getdim mən komandirovkayı, gördüm ki, bu da orada. Avqust ayında qar yağdı. Səhər gördüm, o da bu yoxdur. Gecədən mən. Uca durub qaçıb. Gəldim, dalıcan gezdim, taxtı burada çəkdim onu. Sonra bunu da bax, mən çəkmişəm. Bax, Fuat. İndi bir dana da sizə mən söyləyeyim. Bir kərəm Fuat, dedim mənə cavaz, gedək mənə düşəndə, Stalin abada. Getdik onunla. Ruhudakinin heykəlini tapşırır ona. Ruhudaki kördü yaxı. Onun padişah gözünü çıxarmışsa daha yazmasın, onun gizliyə baxır. Bunun gözünü də çıxarırsan, dilini keskin, qolunu keskin, yazmasın. Getdik, bu oturub bizə Mirzə Tursunzadə, yaxşı yer verdi, qaçdıysadır, 3 otaq. Oturduk orada, başladık. Mən görürəm, bu oturub fikir edir, necə edeyim bunu? Nizami diyanıb, obursu diyanıb, obursu diyanıb. Cəlal Qarıyağdı, Sabir durmuşdu, oturtdu onu. Sonra bu cürəylə biz, mən necə edeyim, ne tərilim? Mənə dedi ki, Cavad, bilsən nə var? Ver özümü bazara, ət al qoyuna. Mən onu bir dana piti pişirginə, gələndə bir dana da alıgınə biraz tanıyaq. Belə idi də, qanun qaydı. Sonra getdim mən, aldım hamısını, gəldim. Gələrəm, belə keçəndə gördüm, bir dana kişi belə deyir, Qasım. Qasım da balaca uşaqda oynayır daşlarla. Körmüş, hə? Kör kişi. Dedi ki, Qasım görək ki, bunu aparatı, çık. Oradan, keçdim dağdan, keçdim yandan, keçdim, bacarsa. Bax, gələr. Hanıyım? Bilə, bax. Bax, bu qabağdan. Görürsən? Cırım-cındır paltarı var. Bu dal tərəfdən. Bax, bu bir adı var. Bu da zat, profil. Bu da yəni süfetin də yaxına getim, çəkdim. Qutarandan sonra belə keçəcəkdim. Hop, minisyanı tutmalı.
Что ты делаешь, друг? Dedim ничего, фотографирую. А зачем ты не фотографируешь хорошие здания, хорошие людей? Этого ничего фотографируешь. Dedim это мне не нужно. Paydım. Apardılar benim naçanlık yani. Bazarın öz avdeli vardı naçan. Naçanlık dedi ki, ha böyle işlerle hazır dedim Azerbaycan'a. Dedim ki, ne için çeksin onu? Dedim zan gelin dedim filan telefona. Zan gelir bir başa akademiye Tursunzade'ye. O da başa Bunun üzerinden de mevzuadıdır o hikaye. Neyine oturuyor. Bak buna bak görürsen. Bak budur. Gör necə oxşayır. Pes sen de. Obrazı, deməli, Lan Cavad ağzını da, vermişim onu. obrazını siz tapmışsınız da. Bəli. Bak gel. Gel. Hemen poza deyim buna bakayım. Bak. Görürsen ki. Tamam ancak bu giyindirecek. Yoksa aydındır da. Hele lazımdır da. Sonra bak görürsen. Bak hemen poza deyim. Bu ağacı sağ eline verir. Aydın. Ben onu sol eline verdim ağacı. Şimdi toçnu. Çok maraqlıdır. Bunu diyorsun. Ve çadırı dal oynuyordur orada. O küçüğde Surakat, Cafer Cabbar. Geldim sahneye. Bak. Anlıyor. Ne? Dram tiyatrosudur. Lojada görükür. Ben için spesialni kürsü düzeldirdiler. Koyurdum orada oyun getirdi. Sonra indi çıkacaktı. Oyun gidecekti. Merziye Hanım burada, ben geldim 3 ayağı koydum, 9-12 aparatı, dedim Merziye Hanım, ben onun kurban olayım sana, çadırını necə atacaksan? Dedi bak beləncine, 1-2 defa kaseti değişim çektim onu, bak o hemen o çadırı dalı oradandır. Ben ressamlara kadar çok kömür eləmişim. Cavad dayı, gün o gün olsun, biz maraqlandıq, biz gəldik, çıxdıq. Doğrudan da sizinlə saatlarla söhbət eləmək olur, adam heç yorulmaz da. Biz maraqlanmışıq, gün o gün olsun bizim muzeylər.